Mən də onu şikayət eləyərəm. Deyərəm ki, zəhmət olmasa bunu bir araşdırın görək. Bu anlaqsız vəziyyətdə bu niyə, neynir, nə istəyir bizdən? Məndən nə istəyir? Mən özümə cavab deyəm ha, özümdən. Nə istəyir bu? Bir ölçü götürəsiniz. Bir tədbir görəsiniz. Anlaqsız vəziyyətdə çıxır canlı yayımda nə danışır, nə danışmır. 1000 dənə hoqqadan çıxır, səhər canlı yayım açır ki, üzr istəyirəm. Səhv eləmişəm, nə bilim, düz eləməmişəm, bunu eləməmişəm. Keçir 3 gündən sonra bir də başlayır. Nə əlaqə? Nə istəyir bu insanlardan? Nə verib ala bilmir bu Azərbaycan xalqından, bu cəmiyyətimizdən, bu millətimizdən, bu saf cəmaatımızdan, təmiz cəmaatımızdan bu nə verib ala bilmir? Mənə çox maraqlıdır. Çıxa deyək ki, əsəbləşəndə hamı əsəbləşir, hamı nervlənir. Ondan sonra deyir hissi açdı, başda ağlı olmur. Bir insan ki, nervlənəndə, əsəbləşəndə deyək ki, mən imtina eləyirəm bu ölkədən, mən gedirəm başqa yerdən sığınacaq alıram. O insandan nə Azərbaycan vətəndaşı çıxmaz, nə də sizə dost çıxmaz, nə də sevimli bir insan çıxa bilməz, mümkün deyil. Bunu bilin ki, o insanın daxilində nəsə yatır, başa düşürsən, xırda bir şey, iri bir şey yatır, mələk cildinə girib. O bir elə bir günən ki, bir dənə bir balaca bir xırda bir şeydə inanırsan, bu milləti yıxıb öldürərik, sürüyər milləti. Ayış edirəm, mənim adımı çəkməsin, bəyək canlı yayımda deyir ki, Tima da kart qoyur, pul yığır, onu niyə söymürlər? Elə məni söydürən sənsən, bu cəmaatı da söydürən sənsən, səni də o yüzden söydürürsən, özünü söydürüb iz itirirsən. Başa düşdüyün qadam. Elə sən iz itirirsən o yüzden. Dəqiqə başı da oradan and içmə, ətağa, nə bilim nə, sən ətağa sənin dilində deyil, ətağa bakılların dilindədir, sən Gəncəlisən, öz dilində danış. Başa düşdüyün qadam. Qadan qalım. Öz ləhcəngə də danış, bu dəqiqə başı ətağanı qatma ortaya. Ətağa belini qırsın. Ya 3 ay keçsin, 3 aydan sonra danış. Qoy ispirt bədənindən təmizlənsin, 3 ay sonra təmizlənir ispirt adamın bədənindən. Yoxsa 3 ay? Ya qoy gözdə ispirt bədənindən təmizlənsin, o gün işləyin, sonra mı danış? Ya da ki, bizi söydürmə də. Sənin için bəllidir, sənin xislətindir, daxilin bəllidir. Olmaz. İşki içməkdən ötərində. Mən alqaşlıq eləmir, mən aydildə bir dəfə içirəm. Amma sağlamdır. Qorxuram mən. Özdə pis, həm dirgənirəm. 20 manata dallarını quyu eləyiblər. Geçsinlər dallarından müğayət olsunlar. Mən məşləşirəm. Mərcə girirəm. Evimdən mərcləşirəm. Həmin adam da evi ilə mərcləşir. Gedirik həkimə. Yoxlanışa. O dalından analiz verir. Mən də dodağımdan analiz verirəm. Və başqa yerimdən analiz verirəm. Görək mənim əgər dodağımda gel varsa, mənim başqa bir yerimdə problem varsa, mən evimi ona hədiyyə verirəm. Millətin içində. Yox, onun başqa bir yerində problem varsa, onda o evini mənə hədiyyə verər. Mən məşləşirəm. Bunun analizi də var. Gedirsiniz ekspertiziyə, analiz verirsiniz. Görürsünüz ki, təmiz çıxır, yoxsa yox.